İmamı tanımaq, imam hər nə desə qəbulumdur. Ölsəm də, qalsam da. İmam Rıza Aleyhisselam bir gün minbərdə idi. Moizə eləyirdi, bir vaxtı bir xanım gəldi. Esselamu aleyk, yabna Resulillah, aleykumussalam. Yabna Resulillah, bir sualım var. Buyurdu, buyur. Yabna Resulillah, mən ağır xəstəyəm. Ağır xəstəyəm və həkimlər də mənə deyiblər ki, bu donuz yağı ilə, indiki dillə desək, bu haram spirti qatışdırmışam ki, mənim əlacım bundadır. Siz nə deyirsiniz? Yiyim ya yemeyim? Həzrət buyurdu ki, sən mənim sözümü özvə hüccət götürəcəksən. Dedi, bəli. Dedi, desəm yemə, yeməyəcəksən, ölsən də. Dedi, bəli. Yəbnə Rasulillah, mənim üçün heç bir şey çətin deyir. Desən ki, yiyib ölsəm haramı deyəcəm, Allahın hüccəti dedi mənə. Desən ki, yemə, yeməyib ölsəm, yenə də mənim boynumdan götürüb deyəcəm, Allahın hüccəti dedi mənə. Həzrət üzün tutdu sahabələrə, dedi, eşitdiniz? Buna deyərlər imama tabi olmaq, buna deyərlər təqlid. Yoxsa filan müştehid filan yerdə, filan aparatlar filan yerdə, o biraz savadlıdır, bu biraz aparatla baxır. Bu şeylər bizim dünya söhbətlərimizdir. Müctehidlərimiz səndən məndən az bilir. Müctehidlərimiz səndən məndən imansızdır. Müctehidlərimizin əməlləri səndən məndən azdır. Bütün həyatı kitab dəftərin içində keçibdir, elmin içində keçib. Nəslin də bütün ata-babaların neçəsinin, bəzə 40-ın nəsli bilinir ki, bu filan kəsin nəslindəndir. 70 il Allahsız ateizmdə yaşamışıq, indi gəlib iddia edirik ilahiyyatdan, nə bilim nədən olmuşuq müfəssir. Və bəzilərinə də hökm edir ki, sən bu günlərin bunu eləməlisən. Budur əqidə azadlığı və gəlirik səhvdə də hər gün dayanırıq ki, görək imam nə danışacaqdır. Səhərsi gündə imamın əleyhinə gəlib səhvdə dayanırıq. Muaviyyənin yanına Əli əleyhissalam nümayəndə göndərdi ki, get Quranı ona başa sal, imaməti ona başa sal, filan. Muaviyyə gəldi, dedi, Əli mənə hədə-qorxu gəlir, mən sənə cavab verirəm. Səhərsi gün gəldi, elan edildi ki, gedin cəmaata deyin, həftənin seşənbə idi, pənşənbə idi, hansı gün, yəni cümə deyildi. Elan edin, cəmaat gəlsin, cümə namazı qılacağam. Cəmaat hamısı azan səsinə gəldi ki, cümanın azanıdır. Bəli, hamı gəldi, başladı namaz qıldılar. Gedəndən sonra deyir, gördün, cümə günü deyildi, amma elan olundu ki, cümə günüdür, gəlin cümə namazına. Gəldilər, çıxdım, xütbədə elədim, heç kəsə bir söz demədi, çıxdı, getdi. Gedi o Əliyə denən ki, cümə ilə seçənbənin səhv salanların yığıb onun üstünə gələrəm, onu məhv eləyərəm. Biz də bu cürəyik. Nə cavab verəcəyik Allaha? Odur ki, lazımdır ki, müəyyən fiqhi məsələlərimizi, o deyil ki, mən müştehid olam, alim olam, mənim minlərlə bilmədiyim məsələ var. 50 ildir, 77-ci ildə ruhani idarəsində işləyirəm. 50 min dənə bilmədiyim məsələ var. Sizdən də öyrəndiyim məsələlər var. Nə olar ki? Amma həmd olsun Allaha ki, özümü idarə eləmək üçün olan məsələləri bilirəm. Bilmədiyimi indi də soruşuram tələbələrimdən. Siz də çalışın gündəlik başınıza gələn bütün hadisələrdə, bütün məsələlərdə öz fiqhi məsələlərinizi bilin ki, Allah sizi sevsin, Allahın sevimli bəndəsi olasınız. Əgər bu cürə olmasa, etdiyiniz əməllər qaldı qiyamətin günü daha əli boş qalasınız. Bir gün orucumu bilə-bilə yemək, bir gün izləməmək, bir gün diqqətli olmamaq, 61 gün mənim boynuma Allah orucu gətirib ki, tut günəm. Tutmayasan özün bilərsən. O din, o da sən. Bu şeylərdə diqqətli olmalıyıq ki, odur ki, Əli əleyhissalamın, Həzrətin bir kəlamı var. Həzrət buyurur ki, o insan ki, o bəndə ki, özünə aid olan fiqhi məsələləri öyrənmir və çalışmır. Elə gündə necə var, elə qalıbdır. Həzrət buyurur ki, o həmin, o canlı kimidir ki, dəyirman daşının ətrafında gözlərin bağlayıblar, elə fırlanır. Həzrət buyurur ki, ondan olmuyor.
Gözünüzü açın və diqqətli olun. Bilin ki, sizin getdiyiniz yol sizə hara aparır. Fırlanmayın dərman başına. Və Həzrət buyurur, bu ardı var. Həzrət buyurur ki, 2 rükət öz fikhi məsələlərini bilən insanın qıldığı namaz, az namaz, çox namaz yox. Az namaz, cahilin qıldığı fikhi məsələləri bilmədən çox namazdan üstün və qəbuldur. Heç qorxmayın az namaz qılmağınızdan, amma bilib qılın o məsələləri. Əgər gecə-gündüz ibadətlə məşğulsansa, çox yaxşı. Oruç tutursan, çox yaxşı. Amma gündə bir məsələni aç örgən. Bunlar bizi Allaha sevimli eləyər və Allaha tərəf çəkər.